Salam, Telegram qrupumuza atılan belə bir suala baxacağıq. Deməli, salam müəllimə, salam müəllimə yazıb xanım. Eybi, bu suala asan yolu necə edə bilərik? Çətinlik çəkirəm bunlarda. Sual belə bir sualdır. Gəlin bunu bir bitirək. Deməli, say sistemlərinə aid verilmiş bu sual əslində elə də çətin sual deyil. Amma nədənsə tələbələr və yaxud müdavimlər, müəllimlər hər şeyin asan yolunu axtarırlar. Amma asan yolun axtarmaq deyil, məsələnin mahiyyətinə varmaq lazımdır. Əgər məsələnin mahiyyətinə vara bilsək, məsələni başa düşə bilsək, belə məsələlər, yəni bu məsələlərin bütün həll yolları bizim üçün asan və qısa olacaq. İndi başlayaq məsələnin həllinə. Deyir ki, burada verilmiş hesablamanı dördlük say sistemində təsvir edən zaman neçə 3 rəqəmi yaranacaq? Yəni 3 rəqəminin sayı neçə ədəd olacaq? Burada verilmiş ədədlər onluq say sistemində təsvir olunmuş ədədlərdir. 2 üssü 1024, 2 üssü 513 və 5. Biz demişdik ki, əgər verilən ədəd 2-nin qüvvətidirsə, bax, bunlar onluq say sistemində verilib də bu ədədlər. Verilən ədəd əgər 2-nin qüvvətidirsə, biz onu ikilik say sisteminə keçirdən zaman qüvvətdəki rəqəmin sayı qədər 0 olacaq həmin ədəddə. Yəni 1 arxasında, bax, məsələn, 2 üssü 1024, 1 arxasında 1024-dür, 0 deməkdir bu. Həmçinin 2 üssü 513, 1 arxasında 513-dür, 0 deməkdir. Amma indi bizə burada ikilik, yəni bu ikilik say sistemində keçirsək belədir. Amma indi bizdə burada ikilik say sistemində deyil, dördlük say sistemində keçirmək tələb olunur. Deməli, biz nə etməliyik? Ədədləri 4-ün qüvvətinə gətirməliyik. Yəni 2-nin qüvvətində verilmiş ədədi biz 4-ün qüvvətinə rahat gətirə bilərik də. Məsələn, 2 üssü 1024-ü 2 üssü 2 vurulsunun 512 kimi yazaram. Daha doğrusu belə yaza bilərəm də. 2 üssü 2, yəni 2 üssü 2 vurulsun 512 kimi yazmaq bir qədər düz deyil. Amma bunu mən 2 üssü 2, bunun da üssü 512 kimi yaza bilərəm. Yəni belə olan halda bu qüvvətlər bir-birinə vurulur da. 2 üssü 2, üssü 512. Mən indi bunu yəni təzədən çevirəcək olsam 2-nin qüvvətinə, bu olacaq 2 üssü 2 vurulsun 512, o da deyir 1024. Yəni ona görə bu şəkildə mən bu 2 üssü 1024-ü bu şəkildə yaza bilərəm. 2 üssü 513 isə 2 vurulsun 2 üssü 512 kimi yaza bilərəm. Niyə? Bax, birinci 2, özü 2-nin üssü 1 deməkdir. Yəni əsaslar eynidirsə, qüvvətlər toplanır vurma zamanı. Yəni bu da olur 2 üssü 1 üstə gəlsin 512, nəticə 2 üssü 513 olur. Yəni ona görə mən 2 üssü 513-ü 2 üssü 1 vurulsun 2 üssü 512 kimi yaza bilərəm. Və eyni zamanda 2 üssü 512-nin özünü də 2 üssü 2, bunun da üssü 256 yaza bilərəm. Yəni nəticədə burada da yenə 2-ni 256-ya vuranda 512 edir. Yəni bu da nəticədə 2 üssü 512 deməkdir. Yəni bunu 2 vurulsun 2 üssü 2, bunun da üstü 256 kimi yaza bilərəm. İndi bax, 2 üssü 2, üssü 512. Bu 2 üssü 2-lər 4 eləyir. 2-nin üssü 2, 4-ə bərabərdir. Mən bu 2-nin üssü 2-lərin əvəzinə 4 yazıram. Yazıram. Bax, burada 4 üssü 512. Üstə gəlinsin. Bu birisini də yazıram. 2 vurulsun. 2 üssü 2, üssü 256 değildi. 2 vurulsun. 4 üssü 256 yazırsam. Yani 2 üssü 2'nin yerine 4 yazıram. Yani 2 vurulsun. 4 üssü 256. Çıxılsın 5'i də ki, hələ ki olduğu kimi saxlayıram. İndi bayaq dedim ki, əgər onluq say sistemində verilmiş ədəd 2-nin qüvvətidirsə, həmin ədədi ikilik say sisteminə keçirdəndə, bax, ikilik say sisteminə keçirdəndə deyirəm, ha, həmin ədədi ikilik say sisteminə keçirdəndə alınan nəticə 1 arxasında qüvvət qədər, qüvvətdəki ədədin sayı qədər 0
olur. İndi bu verilmiş ədədlər 4-ün qüvvətidir. Biz bunu 4-ün qüvvətinə gətirdik və bizdən də dördlü say sisteminə keçirməyi tələb edir. Deməli, bunlar da eynən 4-ün qüvvəti olduğuna görə bu ədədləri dördlü say sisteminə keçirdən zaman 4 üssü 512 olacaq 1 arxasında 512 dənə 0. Bunu 4-ün kiçik qüvvətləri ilə ispat edə bilərik. Məsələn, 4 üssü 2-ni onluq say sisteminə keçirdək. 4 üssü, daha doğrusu dördlü say sisteminə keçirdək. 4 üssü 2 16 deməkdir. 16-nı mən dördlü say sisteminə keçirmək üçün 16-nı 4-ə bölməliyəm. 16-nı 4-ə böləndə 4, 4 4-ün 16. Burada qalıq 0 alındı. 4-ü 4-ə böləndə 1, 1 4-ün 4, burada da qalıq 0 alındı. Və götürüb bunu yazsam 1 arxasında 2 dənə 0 oldu. Diqqət etdinizsə, sıfırların sayı 4-ün qüvvətindəki rəqəmin sayı qədər oldu. Həmçinin 4 üssü 3-ü də yoxlaya bilərik. 4 üssü 3 64 deməkdir. 64-ü biz dördlük say sisteminə keçirsək, 64-ü 4-ə böləndə 16, 16 4-ün 64, burada qalıq 0, 16-nı 4-ə böləndə 4, 4 4-ün 16, burada qalıq 0, 4 4-ə böləndə 1, 1 4-ün 4, 0 və gördüyünüz kimi 3 dənə 0, 1 arxasında 3 dənə 0. Yəni 4-ün qüvvətindəki rəqəm qədər. Yəni buna görə də 4 üssü 512 də 4 arxasında 512 dənə 0 deməkdir. Yəni daha doğrusu 4 yox, 1 arxasında. Niyə görə? Çünki dördlü say sisteminə keçiririk də. Əsası 4-dür bunun və keçirdiyimiz say sistemi də dördlü say sistemidir. Ona görə elə bil son nəsildə bu 4-ü biz bölə-bölə gələcəyik. Son nəsildə 4-ün özünü də böləcəyik axı 4-ə. 1 düşəcək orada. Ona görə 1 arxasında 512 dənə 0 deməkdir bu. Bax 4 üssü 512, 1 arxasında 512 dənə 0, 1 arxasında nöqtələr 512 dənə elə bilin ki 0-dır bu. Sonra 2 vurulsun 4 üssü 256. Bu 2 vurulsun 4 üssü 256. 4 üssü 256 yenə 1 arxasında 256 dənə 0 deməkdir. Amma qabağında bir dənə 2 vurulsun var deyə bu 2 bu 1'i eləyəcək 2. Yəni bu nəticə etibarindən 2 arxasında 256-nın 0 deməkdir. İndi bax 4 üssü 512, 1 arxasında 512 dənə 0. Gəlin bunu yazaq. Bax 1 arxasında elə bilin 512 dənə 0. İxtiyari şəkildə yazıram bunu. Bu birisi isə oldu 2 arxasında 512 256 dənə 0. Bunu yenə də, bax bunu yenə də 4-ün kiçik qüvvətləri ilə yoxlaya bilərik. Məsələn, 2 vurulsun 4 üstü 2 ilə yoxlaya bilərik. 4 üstü 2 16-dır. 2-ni 16-ya vuranda 32. 32-ni 4-lük say sistemində keçirsək, 4-ə bölərik, düşər 8. 8 4-ün 32. Burada qalıq alında 0. 8-i 4-ə bölərik, düşər 2. 2 4-ün 8. Burada qalıq alında 0. Və nəticəni görürsünüz 2 arxasında 2 dənə 0. Gördüyünüz kimi 2 olduğu kimi qalır yerində. Sıfırların sayı qüvvətdəki rəqəmin sayı qədər oldu. 2 arxasında 2 dənə 0. Burada da yenə 2 arxasında 256 dənə 0 olacaq. İndi biz say sistemində toplama qaydalarını bilirik. İndi belə eləyək. Əvvəlcə toplaya bunları. Deməli 1 arxasında 512 dənə 0 üstə gəlsin. Elə bilin ki 2 gələcək. Burada 2 arxasında 256 dənə 0. Bu da gəlib düşəcək. Bax 1 arxasında 256 dənə 0. Elə ki bu 257 rəqəmli ədəddir. Bu da 513 rəqəmli ədəddir. 1 arxasında 512 dənə 0. 512 dənə 0, bir dənə də 1, 513 rəqəmli ədəddir. Bir dənə qalmalıdır sağ tərəf. Elə bilin ki 2 gəlib düşür bu 257-ci sıfırın altına və qalanları yenə də olur 0. İndi biz bu ədədi toplaya bilərik. Dördlük say sistemində, istənilən say sistemində toplama qaydası eynidir.
İkili, dörtlü, 16'lık, 10'lu bütün say sistemlerinin toplama qaydası eynidir. Sıfırın üstüne sıfır gələndə sıfır. 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 Burada bir yerdə sıfırın üstüne 2 gələcək olacaq 2. Yəni həmin o 257-ci rəqəm olacaq 2. İndi belə bir ədəddən biz 5-i çıxmalıyıq. 5 də ki, onluq say sistemində verilmiş ədəddir. Bunu dörtlük say sistemində keçirdirik. 5'i 4'e bölürük. 1, 1 4'ün 4, 3'lü 1. Və nəticə oldu 1, 1. İndi biz həmin bu ədəddən 1, arxasında 256 dənə, 255 dənə daha doğrusu 0. Sonra 2, arxasında 256 dənə 0. Düzdür? Bu ədəddən biz 2 rəqəmli olan bir-biri çıxmalıyıq. Yəni gətirib bu bir-biri biz bilirik də, yəni çıxmadır. Ümumiyyətlə adi onluq say sistemidir. Məsələn, 1000-dən və yaxud 10.000-dən mən 11 çıxsam, götürüb bu 11-i burada yazmıram ki. Mərtəbə, uyğun mərtəbə vahidlərinin altında yazıram. Yəni 11-i götürürəm, ən axırdan yazıram, sağdan başlayıram da mərtəbə vahidləri, təkli, onlu, yüzlü. Burada da eyni. Mən bu 2 dənə biri götürüb qabaqlardan yaza bilmərəm. Ən axırıncı sıfırların altında yazacağam. Yəni bu 512-ci və 513-cü ya 511-ci və 512-ci sıfırın altında yazacağam. Nəticə olaraq 512 və 513-cü rəqəmlərdir bunlar. Və çıxacam bundan. Baxın, indi sıfırdan 1 çıxa bilmərəm. Sıfırdan 1 çıxa bilmərəm. Burada da sıfırdır, bundan da 1 çıxa bilmərəm. Belə olan halda nə edirik? Götürürük, burada bax, 2 var bir dənə. Yəni 2 dənə dörtlük deməkdir bu. Götürürəm bu 2-dən bir dənəsini, bir dənə dörtlüyü ayırıram, verirəm bunun yanındakı sıfıra. Bura oldu 4. Götürürəm sonra bu 4-dən də bir dənə dörtlüyü verirəm buradakı sıfıra. Bax, burada qaldı 3. 2-nin yanında qaldı 3. Bu 2 bizdə neçənci rəqəm idi? Sağdan sola saysaq 257 dənə. Bunun 256 dənəsi 0 olacaq. 257-ci sağdan sola 257-ci rəqəm 2 olacaq. 2. Yəni gəlib o 2 düşəcək də. 2 arxasında 256 dənə 0 idi bu. 2 gəlib düşəcək sağdan sola saysaq 257-ci yerə. Yəni 2-dən sonra 256 dənə 0 var. Aydındır nə demək istəyirəm? 2-dən sonra 256 dənə 0 var. Və mən bu 2-dən sonra, 2-dən qabaqki sıfırlar mənə lazım deyil. Onlarda heç bir dəyişiklik olmayacaq. Dəyişiklik olacaq bu 2-dən sonraki sıfırlarda. 2-dən sonra 256 dənə sıfır var. Və mən bu sıfırların axırıncıların altına 1-1 yazıram və çıxıram. Bu 2-dən bir dənə dörtlük alacağım, verəcəm bunun yanındakı sıfıra. Bu olacaq 4. Sonra bu 4-dən bir dənə dörtlük alıb verirəm bu birisinə. Bu 4 olur 3. Bu birisi 0 olur 4. Bundan yenə bir dənə dörtlük alıb verin bu birisi 0'a. Bura yenə qalır 3. Bu olur 4. Belə. Bu 256 dənə sıfırın ta ki bura qədər axırıncıya çatana qədər hamısı 3 ola gəlir. Axırıncı sıfırda, axırıncı bu sıfırdan, buradakı 4, bu da 4 olur. Bundan da bir dənə dörtlük alıb axırıncı sıfıra verəndə bu da olur 3 və axırıncı sıfır qalır 4. Və nəticə olur, elə bilin ki, bax burada. Axırıncı sıfır 4 olur. Bax bu axırıncı sıfır 4 olur. Bundan qabağa olan bütün sıfırlar 3 olur. Ta ki 2'ye çatana qədər. 2 özü isə 1'ə çevrilir təbii ki. Yəni bu 4'dən qabağa 2'ye qədər bütün sıfırlar 3 olur. Burada neçə dənə sıfır var idi? 256 dənə sıfır var idi. Bu 256 sıfırın 255'i artıq 3 olub. Biri 4 oldu. Şimdi 4'ten 1 çıxanda 3. Bu 3'ten 1 çıxanda 2. Neçəsi getdi? 256 dənə idi. 2 dənəsi getdi. Yerdə qaldı. Hər dəfə elə bu birlərin də qabağına 0 yaza bilərik də. Yəni yerdə qaldı 254 dənə 3. Yəni bu 254 dənə 3'ü hamısını köçürdürük aşağı. Köçürdürük aşağı ta ki 1'ə qədər. Nəticədə 1 arxasında 256 dənə rəqəm deyildi. Onun bir dənəsi 2 olur. Yerdə qalan 255 dənəsi 3 olmuş olur. Ümid edirəm aydın oldu. Aydın olması təkrar videoya baxın. İnşallah ki aydın olar.
Cavab B variantı. Sağ olun.